ilə 90.7 FM-də, Yurd FM-də Marsol Qrup, İş Adamlar Cəmiyyəti Milli Assosiasiyası və Kən Az Qrupun təşkilatçılığı ilə efirimiz davam edir. İşinin adamı başladı. Bəli, işinin adamı ikinci hissəyə keçid alır. İşinin adamı. İşinin adamı studiyadadır. Doğru eşitdiniz. İşinin adamı studiyadadır və biz istərdik ki, Tabit Alzadəni təqdim edək. Tabit həmin o dostlardan biridir ki, ürəyim gedir onların iştirak etdiyi sərgilərdə Tabitin performansını görməkdən. Şahid Alüminium MMC şirkətinin satış müdürü, amma belə fərqi yox deyə. Bugün satış müdürü olsun, sabah şirkət rəhbəri olsun, o biri gün xaricdə Azərbaycanı təmsil etsin, o biri gün dövlət qurumunda çalışsın. Tabit həqiqətin işinin adamıdır. Xoş gəlmisən qardaş. Çox sağ olun, təşəkkür edirəm, minnətdarlığımı bildirirəm Kamran bəy. Necədir vəziyyət? Hər şey yaxşıdır. Bu arada siz də təbrik edirəm. Yeni bir efimə keçmə münasibətindən xeyirli uğurlu olsun inşallah. Amin, amin. Mən söz verdim ki, gələcəm sizin ofisə. Bəli. Bahar gəldi, getdi, Kamran gəlməz oldu, amma Tabit sağ olsun, gəldi. Necədir işlər? Şükür hər Novruz şey gəlir, yaz gəlir. Həm Novruz, həm gözəl belə deyək də müqəddəs bayramların ərəfəsində asnasında olmaq maraqlıdır. Yəni bunu da həm insanlarımıza, həm ölkəmizə xeyirli düşərli olmasını həm arzu edirəm, həm də ki yavaş-yavaş hiss edirik. Baharın da belə deyək də oyanışını. Hava da qəşəngdir. Hava da qəşəngdir. Mən bir saat yarımdır buradayım. Hava necə idi bu ayda? Yaxşıdır. Hava çox gözəldir. Sadəcə biraz tıxaclar. Bu yaman tıxacdır. Bu axırıncı qarlar öz xarakterini göstərməsə də, mən belə bu gedişlə avqustda da deyəcəm, aha indi qar yağar. Biraz uzun çəkdi proses. Danış görək. Sizin şirkəti gəl daha yaxından tanıyaq. Nə iş görürsüz? Kamran bəy, belə deyim, bizim şirkətimiz keçən səfərdə sizin biraz yaxın əyləşdirə mikrofona. Yaxşı dindir. Əla, qoy sənin səsin ucalardan gəlsin. Çox sağ olun, minnətdaram. Şirkətimiz belə deyim, 2006-dan bəri fəaliyyətə başlayıb, amma artıq məhdud məsuliyyətli cəmiyyət kimi 2011-ci ildən fəaliyyətdədir. Və niyə 5 il viza aldı? Belə deyim də təkmilləşmə prosesi. Zaten proseslərdə öyrəşmək, daha da təkmilləşmək adına məhdud məsuliyyətli cəmiyyətə çatmaq 5 il alır. Yəni bizim belə deyim olduğumuz yerdə, işlədiyimiz yerdə. Şirkətimiz 2011-dən, yəni dediyimiz kimi 2006-dan fəaliyyətə başlayıb və o şəkildə də bildirək. Zavodumuz yerləşir Buzovna Maştağa yolunda, Çiləgər deyilən ərazidə. Həmin ərazidə 4 hektarın daxilində çox böyük müəssisəmiz var. Orada yüksək texnoloji avadanlıqlar və yüksək peşəkarlıqla çalışan komandamız var. Onların sayəsində bizim gördüyümüz işlər nələrdir? Üzlənmə ilə bağlı işlərdir. Üzlənmə ilə bağlı işlər deyəndə həm daşlar vasitəsilə üzlənmək, bunlara aiddir kerma qranit, sinterflex, daha sonra travertin və bundan da əlavə şüşə vasitəsilə üzlənmə, hansı ki spider dediyimiz üzlənmə vasitələri və alüminium kompozit panellərlə üzlənməni həyata keçirdir. Və bununla da yanaşı həm də daxildəki qapı, pəncərə, cəbhə sistemləri, məhəccərlər, ümumiyyətlə belə deyim də, yəni istifadə oluna biləcək evdə bütün hər şeyin təminatçısı, yəni icrasını həyata keçiririk. Əla. Sizin sahədə ən böyük uğurunuzun qarşısını alan məsələ nədir? Təəssüf ki, Azərbaycanda bir çox müştərilər sizin sahədə yaxşını pisdən seçə bilmir. Bəli. Bunun günahkarı kimdir? Bunun günahkarı başda belədir. Artıq yavaş-yavaş seçməyə başlayırlar. Yaxşı, bundan əvvəl kim idi? Bunun əvvəlki günahkar belə deyim, həm də bir növ belə deyim də, bu işi quranlarda bir sıxıntı ola bilərdi ki, o müştərilərə lazımi qədər informasiyanı vermirdilər, verə bilmirdilər, çatdıra bilmirdilər. Niyə? Niyə? Səbəb ondan ibarətdir ki, həm ölkəmizdə yeni idi, bir 15 il bundan öncə. Yəni o qədər yüksək texnoloji bir belə deyək də sərişdə təcrübə yox idi. Həm də ki, bir istehlakçının da özünün bilgisi olmadığına görə
Sonradan bunlar sıxıntılar gətirib çıxardırdı. Artıq şükür Allah bizim belə deyək də, yəni fəaliyyətimizdə yəni 2006-dan bəri dediyimiz kimi başlamışıq. Bu barədə bir nöqsanlarımız olmur. Olduğu təqdirdə cüzi bir şeylərdir. Yəni onların da hamısını yerindəcə belə deyək də, yəni rahat bir şəkildə telafi edə bilirik, yoluna qoya bilirik. İndi yəni biz bunu bilirik də, fərqindəlik yaranıb ki, bəli. alıcı qüvvəsi bir o qədər məlumata sahib deyil. Bəli. Amma kim istəməz işi getsin, kim istəməz müştərisi olsun. Bunun da bir yolu var. Müştəriyə maksimum gözəl xidmət vermək və buna görə də gözəl xidməti ümumiyyətlə sən o gücə sahib olmalısan. Bəli, özünü aldatmamalısan. Burada neyniyək? Belə deyim, Zəhmət olmasa cəmaatı maarifləndirək. maarifləndirək. Çox sağ olun. Başladı. Birinci, Mən desəm bir 100 dənə case var səndə. bəli. Ki, desəm Tabit bəy, hansı mövzularda doğru bildiyimiz yanlışlar var? De gəlsin qardaş. Belə deyim, birinci başlayır məhsulun özünün, biz belə deyim də, bizə gələn məhsulları qapı pəncərə formasına salır, Lordi-də desə, hansı formada bizə 6 metrlik profillər şəklində gəlir, onu düzgün formada həm istədiyimiz formaya salmaq, ondan da əlavə ən böyük və ən lazımlı hissələrdən biri düzgün şəkildə, düzgün formada emalat işini həyata keçirmək. Bəzən olur ki, belə deyim, profilləri alırlar, istənilən yerdə kurslar üsulundan düzəldirlər, müştəriyə təhvil verirlər. Sadəcə onun ikinci və ən belə lazımlı olan tərəfi ondan ibarətdir ki, həmin montaj hissəsini tamamilə doğru şəkildə, izolyasiyasını güclü formada və ondan da əlavə bizim digər şirkətlərdən fərqimiz ondan ibarətdir ki, Kamran bəy, burada biz memarlarla bir yerdə çalışırıq və memarlar hər bir şeyi detallı şəkildə ora belə deyim A-dan Z-yə, yəni şurupundan qaykasına qədər hər bir şeyi detallı şəkildə, yəni hansı formada olduğunu bildirir. Statik memarlarla çalışırsınız. Bəli, özümüzün memarlarımızla çalışırıq. Öz memarlarınızla. Kənardan bəs memarla çalışırsınız? Öz memarlarımızla işləyirik. Bəzən belə deyək də layihə çox olduğu təqdirdə outsource kimi bəli kənardan kimlərsə dəvət olunur. Xarici mütəxəssislər və olurmu ki, hər hansı bir memar o gəlir sizdən çalışır? O proyekti bizə verir, bizim memarlar onlara təhvil verir. Elə olur. Bəli. Memar deyəndə bu yaxınlarda memar deyəndə bizdə hələ ki yoxdur, belə deyim də, yəni sırf ixtisas kimi. Türkiyədə məsələn dış cəbhə deyirlər də, yəni çöl tərəfi olan memarlıqdır. Bu sırf çölə aid olan işlərlə məşğuldur. Yəni tək interyer falan daxildəki işlər yox. Statik hesablama deyəndə nəyə nəzərdə tuturuq? Yəni profilə hansı şüşənin belə deyək, yəni tab gətirəcəyi, yəni hansı uzunluqda olub. Sizdə biraz başqa fərqli bir şəkildə. Mən sən niyə dedim? Deməli bu yaxınlarda memar Rena xanım Novruzluydu da, səhv etmirəmsə Rena xanım var. Yetəri qədər hamı onu tanıyır sosialda da. O xanımı mən çox bəyənirəm də, belə qəşəng enerjisi var. Yaxşı bir başlanğıcı var videonun. Deyir ki, memara müraciət edirsiniz, sonra memar sizi işlədir. Hər mövzuda olub da, adamın arasına pul verirsən, sonra o səni başlayır işlətməyə. Mən bir dəfə xarici bilet alırdım. Schengen vizası lazım idi. Travel'ın rəhbəri ilə bütün sənədləri mənə doldurdu. Mən də təzə-təzəyəm, bir 15 il, 20 ilin söhbəti bilmirəm. Birdən ayıldım, mən niyə bu işi görürəm? İndi həmin mövzuda, yəni şirkətlərə də pul verib, bu arada Rena xanımı da efirə dəvət edirik. Dostlar, bu yerdə kəsib göndərək də Rena xanım. Deməli, nəyi deyirəm? Şirkətdə sifarişçi müştəri istəyir ki, münasib olsun, inanlı olsun, keyfiyyətli olsun, başı da dinc olsun. Bəli. Düşməsin onu bunu da alacaq. Tamamilə doğru. Necə ki bizə tədbir kimsə sifariş eləyəndə elə istəyi budur da. Bir var 100 dənə detalla var, sən onu bunu da alacaq. Düş. Bir də var ki, bir nəfər Kamranı, şirkəti tanıyırsan, onlardan soruşursan, onlara brief verirsən, onlardan təhvil alırsan. Sizdə də belədir. Bəli, bizdə də tamamilə doğru buyursunuz, bu şəkildədir. Layihə gəlir, bizim memarlarımız onu incələyir. Belə deyək, bəzi hallarda layihəni bizə göndərən memarın özü olur. Deyək ki, bir sifarişçidir. Hər hansı böyük bir müəssisəni, ticarət mərkəzini və yaxud da ki, dövlət belə deyək, layihəsini, yəni lazım olan binanı, mərkəzi binadır, konqres mərkəzidir. Məsələn, Zəngilanda biz bu işi görmüşdük. O sifarişçi sizdən hansı formada istəyirsə onun memarı. Bizim memarlar, məsələn, onlarla daimi müzakirə belə deyək də mərhələsində olurlar.
hər şeyi detallı şəkildə qarşı tərəfə çatdırırlar. Onlar da təbii ki, memarları baxır ki, analiz düzgündür, o şəkildə belə deyək də bir əməkdaşlıq eləyirik. Yəni tək biz deyirik bu şəkildə olmalıdır şəklində deyil də. Yəni memarlarımız bir-birindən belə deyək də üz-üzə qalırlar. Onlar bir-birindən yaxşı formada deyək, vuruşurlar ki, bu işi ərsəyə gətirsinlər. Aynen. Çünki bəzən hallarda olar ki, onların qarşı tərəfin memarı elə bir şey istəyir ki, yəni onu təcrübədə eləmək belə deyək də əmələ gələn bir məsələ deyil. Aydındır. Qısa bir fasilə var icazənlə, sonradan söhbətimiz öz axarı ilə davam etsin. Və WhatsApp nömrəmiz 099 6 907 907. Məsələ bu vasitədən maksimum istifadə edib bizə WhatsApp göndərənləri salamlayırıq. WhatsApp üçün buydu. Üzrlə hesab eləyin biraz. İndi Ramazandır, nə də olmasa adam boğazı quruyur. Sualı oxumaq istəyirəm. Mənə bir dənə göz həkimlə nə deyirdilər? Oftalmoloq bir dənə yaxşı oftalmoloq tapın. Buradan bura oxuya bilmirəm mesajları. Hər kəsə salam, aleyküm salam. 45-50 yazıb. Sizi daimi dinləyirəm. Çox sağ olun. Rena xanım efirə dəvət. Yaxşı olar, çox gözəl. Sağ olun, sağ olun. Bu boyda qonaq dayanıb Rena xanım izləyirlər. Eyvə, çox sağ olun. O gün olsun tabitdən də yazasınız. Davam eləyək dostlar. Belə səmimi dinləyicilərimiz də var, izləyicilərimiz də var. Xoşdur onlarla birlikdə. Biz orada qalmışdıq. İşin deməli detallardan danışdıq. Bir də ki, sizin sahənin mən elə gəlir ki, biraz sətəm qaydalarında da bir nəzarət olmalıdır. Çünki prosesdə 1000 dənə ortadan problem çıxa bilər. Bunu necə tənzimləyirsiniz? Tamamilə təhlükəsiz qayda. Mən heç istəmərəm ki, mənim evim, eşim, ofisim və s. bir də eşidim ki, problem yaranıb. Mən sifarişçi oluram. Siz hər hansı bir fiziki kiməsə zərər gəlib. Bu necə tənzimləyirsən? Çox doğru buyurursunuz. Ümumiyyətlə bizim işimizin də belə deyək, əsas prioritet məsələlərdən biri əməkdaşların, yəni mühafizəsi məsələsidir. Yəni birinci öndə olan onların canının sağlamlığıdır. O baxımdan bizim sətəm qaydaları dediyimiz, yəni bizim əməkdaşlar, hansı ki sətəmin daxilində olan əməkdaşlar, hər biri çox təcrübəli, peşəkar insanlardır. Belə deyək, hər hansı bizim işimiz daha çox çöl tərəfdən olduğuna görə, hava şəraiti uyğun olmadığı təqdirdə orada bizim əməkdaşlardan kimisə görmək mümkün olmur. Nəyə görə? Bunda hamısını tənzimləyən bizim sətəm əməkdaşların özüdür. Beynəlxalq və Azərbaycan qanunvericiliyi bizə nələri tələb olaraq qarşımıza qoyursa, hamısını bir-bir biz icra edirik. Yəni onların belə deyək, xüsusi geyimlərindən tutmuş, dediyim kimi hava şəraitində, qaydalarında, hansı formada əməkdaşların özünü belə deyim, göstərməsi, bir-bir, punkt-punkt bütün orada daxildə olan əməkdaşlar, işçilərin hamısına detallı şəkildə bildirilir. Əməl eləyirlər. 100%. Çünki əməl olunmadığı təqdirdə biz həmin şəxslə belə deyək də ayrılmaq məcburiyyətində qalırıq. Yəni çünki iş elə bir işdir ki, təhlükəlidir. Bir dəfə ciddi şirkətlərin biridir, inşaat şirkətidir. Böyük binalar tikirləri, premium. Onların qonağıyam. Qonağım deyəndə ki, onlar bir böyük video çarx çəkirdi. Həm də bizim bir başqa layihəmiz var idi. Orada sponsor ediyorlar. O qədər nizam-intizamlı işləyirlər. Məsələn, lap yuxarıdan baxıram artıq. Bəli. Amma aşağıda normalda inşaat necə olur? Qarışıq o. Bunlar da səhmanlı da, sanki sən qələmlə çəkmirsən. Hətta onlarda belə görürsən ki, orada nəzarətdə kimsə o qoruyucu olur, başa taxır. Kaska nə deyirlər Azərbaycan dilində? Belə deyək də, qoruyucu dəbilqə deyir. Dəbilqə, qoruyucu dəbilqə, yaxşı. Orada bir də belə kimsə onu çıxardı bir, ciddi də nəzarət və cəza metodu da var. Baxırsan ki, çox çətindir idarə eləmək. İşin sən o xidmətdən daha çox bilmirsən insanı idarə eləyəsən, bilmirsən işi, bilmirsən mal vaxtında gəlir, yolu var, problemi var. Yəni həqiqətən də məsuliyyətli işdəsiz. Kənardan da elə bilirlər ki, sənə verilən pul hamısı sənin cibvə gedir, hansı ki komanda, rəhbərlik, tabit hər həftə Maldivlərdədir. Mən şəxsən sən elə bilirəm. Amma orada gör nə qədər xərc var. Bəli. Biz maksimum maarifləndirək insanları məncə.
Siz nəyi belə deyim bilmək istəyirsiniz bu mövzuda? Onların hamısını mən deyə bilərəm. Yəni bu işin pik nöqtələrindən biri dediyim kimi təkcə profili götürüb açıq bir şəkildə deyirəm də, hər hansı bir yolla qapı, pəncərə və yaxud da ki cəbhə sistemi şəklində salmaq deyil. Əsas məsələ bunu ondan əlavə düzgün şəkildə montaj deməkdir. Birinci yerində. İkinci montaj məsələsi də düzgün şəkildə həmin belə deyək sahəyə, əraziyə həm çatdırılması, həm də ki həmin ərazidə montaj olunmasıdır. Yəni ən böyük məsələ budur. Yəni kimsə dediyim kimi artıq bu tək bu sahədə, bizim sahədə yox, ümumiyyətlə çox sahədə, yəni başqa istehsal və yaxud da ki emal sahəsində də insanlar çoxdur. Yəni özünə hamısı da parçası mənəm, bilirsən. Bilirik. Hakimlərin nömrəsini verə bilər. Çox çətindir orada da. Kapital Bank maşallah hər il udur. Maşallah. Axırda çox güclüdülər, maşallah olsun. Kapitala bir dəfə zarafat edirəm ki, deyirəm dostlar, axırda müştərilərinizi itirəcəksiniz. Hamısını udursunuz. Halaldır yəni. O gün olsun sağ əliniz başınıza. Yəni oranda o insana görmüşük, yaxşıdır. Qarşıladı. Ona ayrıca bir xüsusi təşəkkür edirəm. Ondan da əlavə imkan versəz biz öz reklamımızı da eləyərdik, özümüz barədə qısa bir məlumat. Qurbandır, o nə deməkdir? Bu bayaqdan sən futbol çempionatını göstərmişəm, əməkdaşlarımı hamısını şortikdə görmüşəm, 2 saatdır cəmaata göstərmişəm. Nömrəmi deməyəcəm. Buyur. Belə deyim, bizim Düzəmirəm abi. Kəmal bəy, zavodumuzda bu danışdılar. Nəyə yaxındır orada? Atlara, Ağşəhərdə, yoxsa? Xeyr, belə deyim, dənizə hardasa 30-40 metr məsafədə. Okey. Nömrədir. O nömrə ilə əlaqə saxlasınlar, location göndərin. Bəli, nömrə 070 600 08 22-dir. Rahat nömrədir. 70 600 08. Hə. 22. Elə bir 6822. O da yaxşıdır. O şəkildədir. Bu danışdıqlarımız ümumiyyətlə hamısını showroomda bizim belədir. Orada hər bir şeyimiz detallı şəkildə göstərilib. Qapıdır, pəncərədir, ümumiyyətlə daşlar vasitəsilə üzlənmədir, giyotindir, pergoladır, məhəccər sistemidir, daxili ara kəsmələrdir. Yəni görüb görə biləcəyiniz hər bir şeyi danışdıqlarımız haqqında. Hamısını əyani şəkildə gəlib bizim showroomumuzda görə bilərlər. İndi çayımızdan, kofemizdən biz müştərilərimizə ikram eləyə bilərik. Zavodumuza istəsələr gedib oranı da göstərə bilərik. Yəni hər bir tərəfdən müştərilərimiz nəyin cavabını almaq istəyirlərsə, hamısını verməyə, yəni hazırıq komanda olaraq. Mən sizə təşəkkür edirəm, minnətdaram. Bir daha var olasınız. Əla, təşəkkür, var ol qardaş. Həqiqətən supersən. Vallahi. Bütün komandaya, rəhbər heyətə, Adanzəyə, əməkdaşlara, orada hər halda bir komanda, bir xanımlar da varsa, bəylər də varsa, hər kəsə təşəkkürlər, salamlarımı çatdır tabii. Mən buradan Shield Aluminium komandasının başda rəhbərlik olmaqla bütün şəxslərinə, hər kəsə təşəkkür edirəm, dərin minnətdarlığımı bildirirəm və yaxşı ki varlar. Bir söz var, deyir ki, əgər tez getmək istəyirsən, belə deyək də, qaçmaq istəyirsənsə tək olmalısan. Amma daha irəliyə getmək istəyirsə, komanda şəklində getməlisən. Ona görə mən həmişə komandamıza razı olmuşam. İnşallah bu şəkildə davam eləyək, daha güclü, daha gözəl layihələrdə bir yerdə bir-birimizi əvəz eləyək. Hər zaman bax belə gözəl ünsiyyətiniz olsun və inşallah hər zaman Allah da bizdən razı olsun. Təşəkkür Tabit, minnətdaram. Görüşərik. Mən Kamran Yaradanquliyevin təqdimatında hörmətli izləyicilər, dəyərli dostumuz Tabit Əlizadənin biz maraqlı söhbətlərinə bir qulaq şahidliyi etdik. İşin adamı Tabit idi. Efirdə yekunlaşdırırıq Allahın izni ilə. Hörmətli izləyicilər, xanımlar və cənablar, həftənin 5-ci günüdür. İlk efirimizi siz dünən və bugün gördünüz, eşitdiniz. Gələn həftə mütləq həm izləyəcəksiniz bizi, həm də ki inşallah ki dinləyəcəksiniz. 90.7-də Yurd FM-də, yurdumuzun radiosunda, yurdumuzun işin adamları ilə birlikdə burada olacağıq. Mən Kamran Yaradanquliyevin təqdimatında Marsol Qrup, İş Adamlar Cəmiyyəti Milli Assosiasiyası, yəni İcma, Kən Az Qrup və Yurd FM. Birlikdə vətənimizə, millətimizə faydalı olmağa çalışacağıq. Qonaqlarımız da işin adamları olacaq. Hələlik özünüzə yaxşı baxın.